İndi isə davam edək. Deməli, cümlənin başlanğıcı üçün one day, yəni bir gün, günlərin bir gün ifadəsini seçdik. Cümlənin ortasında istifadə edəcəyimiz modal sözlərdən birisi də suddenly-dir. Yəni qəfildən, birdən, qəflətən. Cümlənin sonunda isə biz at last, yəni nəhayət, as a result, nəticədə və yaxud da in the end, sonda, finally, nəhayət kimi sözlərdən istifadə edə bilərik. Cümlə qurmaq qaydasını isə indi izah edirəm. İngilis dilində nəqli cümlənin qurulması üçün istifadə olunan ən yadda qalan ən rahat üsul swapped qaydasıdır. Swapped qaydası açılışı cümlə üzvlərinin baş hərfləridir. Subject, verb, object, place and time. Yəni tərcüməsi mübtədə, xəbər, tamamlıq, zaman və yer və zaman bildirən sözlərdir. Bildiyimiz kimi cümlə mübtədə ilə başlayır. İngilis dilində mübtədədən sonra nəqli cümlədə xəbər gəlir. Daha sonra tamamlıq varsa onu yazırıq. Sonra isə məkan və zaman bildirən sözlər cümlənin ən sonunda yazılır. İndi isə gəlin başlayaq və qeyd edim ki, modal sözləri cümlənin həm əvvəlində, həm ortasında, həm sonunda yaza bilərik. One day, Maria and Mike saw a ball. Burada mən top sözün qarşısında article istifadə etmişəm. Çünki onların hər ikisi də gördüyümüz kimi adlarını yazırıq. Obrazları adlandırmaq birinci şərtimizdir. Birinci bizə verilən tələbdir. Hər hansı bir top gördükləri üçün biz article-dan, yəni qeyri-müəyyən article-dan istifadə etdik. Mən ümumi esseni keçmiş sadə zamanda qurmağı daha rahat hesab etdiyim üçün C feilini qaydası feildir deyə dəyişib so yazdım. Yəni bir gün Maria və Mike bir top gördü. Daha sonra isə obrazları şəxs əvəzilə əvəz etdim. They wanted to play with the ball. With ilə Lalə deməkdir. Wanted istədilər, play isə oynamaq. Və bilirik ki, iki feil yanaşı gələndə adətən ikisinin arasında to hissəci istifadə olunur. Mən birinci şəkli artıq təsvir etdim. Bir gün Maria və Mike top gördü və topla oynamaq istədilər. Daha sonra isə burada bağlayıcı söz kimi, modal söz kimi suddenly, yəni birdən, qəfildən sözündən istifadə etmişəm. Suddenly they had a fight over the ball. Over the ball topa görə, topun üstündə onlar mübahisə etdi. Yenə keçmiş sadə zamanda. Both of them got angry. Both of them dedikdə mən hər ikisi nəzərdə tuturam, yəni hər ikisi əsəbləşdi. İkinci şəklin də təsvirini bitirdiyim üçün keçirəm üçüncü şəklə. Üçüncü şəkil artıq nəticədir. Burada mənim istifadə etdiyim iki bağlayıcı söz var. At last və as a result. At last the ball was torn. TF ilə cırılmaqda yuxarıda qeyd etdiyim kimi məhcul növdə top cırıldı, yəni uşaqlar tərəfindən cırıldı, düzdürmü? Biz bunu was torn şəklində qeyd edirik. As a result, Maria and Mike were sad or disappointed. Yəni nəticədə Maria və Mike qəmgin və yaxud məyus idi. Və essimiz 41 sözdən ibarət oldu. Birinci, biz bildiyimiz sözləri qıraqda qeyd edirik. Daha sonra cümlə qurmaq